Çin Asiya qitəsində yerləşən böyük əraziyə malik olan dövlətlərdən biridir. Bunun ərazisində Sin sülaləsi ilk dövlət eradan əvvəl 2-ci minillikdə Şan sülaləsidir, Şan qəbilələrdir. Sonradan Sin sülaləsi vahid halda birləşdirən dövlətdir Sin Şixuandır hökmdar kimi və Xan sülaləsi demişdik vahid xalq X hərfi ilə başladığına görə Xan sülaləsinin dövrüdür. Eradan əvvəl 2-ci əsrdə Böyük İpək yolu Xan sülaləsinin dövrüdür. Qırmızıqaşlılar 118, Sarsaqlar 184 Xan sülaləsinin dövründədir və Xan sülaləsinin dövrü Sarsaqlar üsyanı 20 il davam etdi. Üsyanın yatırılmasından sonra dayanmışdı. Və Çin ərazisinə biz bilirik ki, ingilislər dünyada müstəmləkəyə görə böyük ərazilərə malik bir dövlətdir və Çin 1800-cü ildə ingilislər burada tiryək satmaq istəyirdilər, yəni tiryək əkmək istəyirdilər. 1800-cü ildə tiryəklə ticarəti qadağan olunması nəticəsində Çin hökuməti qadağan elədi əslində tiryəkin satılması. Və bu ingilislərin bəzi mənafeyinə uyğun gəlmədiyinə görə ingilislər bura ordu yeritdilər. Və 1840-cı il, 1842-ci il birinci tiryək müharibəsi oldu. Birinci tiryək müharibəsi 2 il davam etdi. Böyük Britaniya yaxşı təlim görmüş İngilis qoşunu Kantonu mühasirəyə aldı. Məğlub olan Çin Nankin sülhünü imzalamağa məcbur oldu. Bu 4 ərazisi böyük ərazidir. Yəni testə düşsə 4-ü götürəcəksiniz, Çin soruşsa. Bu Nankin sülhünün şərtləri nə idi? İngilislər Çinin 5 liman şəhərində konsulluq açmaq və İngilis tacirlərinə güzəştli ticarət etmək hüququ aldılar. Eləcə də Çin faktoriyalarda xarici missiya üçün ekstratoriallıq hüququ verdi. Yadınızda qalsın, Azərbaycan tarixində Türkmənçay müqaviləsində, ümumi tarixdə Nankin müqaviləsində ekstratoriallıq hüququ verilməsi. Çin İngiltərəyə böyük məbləğdə təzminat ödədi. Siyanqan, yəni Hong Kong İngiltərənin mülkiyyətinə keçdi. Bu Hong Kong burada mülkiyyətinə keçir. 1997-ci ildə Çinə qaytarılacaq. Müasir dövrdə. Nankin sülhü Çin ilə qeyri-bərabər hüququl müqavilə idi. Çin bu dövlətlərin yarım müstəmləkəsinə çevrildilər. Yəni tam müstəmləkəyə çevrilmədilər. Və 1842-ci ildə sülh başa çatdı. 1844-cü ildə Amerika Birləşmiş Ştatları və Fransada Mancur hökumətini biz bilirik də Mancur sülaləsi var Çində 1644-1911 Mancur sülaləsi idi. Mancur hökumətini qeyri-bərabər müqavilə imzalamağa məcbur etdilər. Növbəti 10 ildə xarici siyasi problemlər daxili problemlərlə qaynayıb qarışdı. Ölkənin cənub-şərq əyalətlərində 1850-ci ildə Taypinlər üsyanı başladı. Mən bu üsyanları bir dərsimizi ayıracağım. Qəbulda bir üsyan, bir hərəkat düşməlidir. Birinci cəhdə düşən Pişəvəri ilə Xiyabani idi. Bu dəfə hansısa düşəcək. Taypinlər hərəkatında diqqətli olursunuz. Taypinlər hərəkatı 1856-60-cı illərdə, daha doğrusu 1850-64-cü illərdə baş vermişdi. Taypinlər üsyanın başlanma səbəbləri xarici təcavüz və Çin sülaləsinin ağır vergi siyasəti idi. Məqsəd nə idi? Bərabərlik ideyalarını təbliğ etmək, öz dövlətlərini yaratmaq. Tədbirlər nə idi? Vergilər azaltdılar, qadınlarla kişilər bərabər hüquq verdilər, Nankini tutub öz dövlətlərini yaratdılar. Məğlub olma səbəbləri nə oldu? Xarici dövlətlərin müdaxiləsi idi. Deməli, 1858-ci ildə Rusiya ilə Çin arasında Ayqun müqaviləsi imzalanır. Fikir verin, testə qarışdırmayın. Ayqun sözü düşdü, A hərfi ilə başlayır. Amur çayı var burada, Amur. Amur çayı sol sahili Amurun Rusiyaya keçir. İngilis-Fransız hərbi dəstələri Kanton şəhərini mühasirəyə alırlar və ciddi müqavimətə rast gəlinməyən İngilis-Fransızlar 1856-60-cı illərdə ikinci tiryək müharibəsi başladı. Birinci tiryək 1840-42-dir, Nankinlə başa çatdı. İkinci tiryək 1856-1860-cı ildə başa çatır. Və İngilis qoşunu 1860-cı ildə Pekinə daxil olur paytaxtda. Məğlub olan Çin hökuməti Böyük Britaniyaya, yəni İngiltərəyə və Fransaya yenidən qeyri-bərabər hüququl müqavilə imzalayırlar. Pekin müqaviləsinin şərtinə əsasən tiryək satışı açıq elan edildi. Çin, Fransa və Böyük Britaniya təzminat ödəməli oldu. 4 ərazisi ödəməli idi. Kimə?
Yəni 8-dən 5-ə 8 Böyük Britaniya, 5 Fransa. Deməli, İngilis və Fransız təbəələri Çin ərazisində sərbəst hərəkət və yansız çay vasitəsilə ticarət etmək hüququ qazandılar. Pekin müqaviləsində nəzərdə tutulanları reallaşdırmaq çətinləşirdi. Çünki yansız çayın bir hissəsi Taypinlərin nəzarətində idi. Belə şəraitdə Çindən yeni güzəştlər qoparmaq üçün Böyük Britaniya, Fransa və ABŞ hərbi qüvvələri quruda və dənizdə Manzur ordusu ilə birlikdə Taypinlərə qarşı mübarizəyə başladılar və gələcək mübarizə nəticəsində 1864-də Taypinlər məğlub oldu. Yadınızda qalsın. Deməli, Nankin tutulur, üsyan yatırılır. 19-cu əsrin ikinci yarısında Çinin beynəlxalq mövqeyi Fransa ilə müharibə olur. 1884-1885-də. Yaponiya ilə isə 10 il sonra 1894-1895-ci ildə aparılan müharibələr sayəsində bir qədər də zəiflədi. Məğlubiyyətlər nəticəsində imperiya Vyetnam, Koreya və Tayvan üzərində nəzarət itirdi. Deməli, Koreya birdədir. Vyetnamla Tayvan bu hissədə yerləşir. 19-cu əsrin axırlarında Çinin zəifləməsindən istifadə edən müstəmləkəçilər onu nüfuz dairələrinə bölməyə çalışdılar. Ölkənin bölüşdürülməsi yolunda ilk addımı Böyük Britaniya və ABŞ-ın köməyi ilə Yaponiya atdı. Hərbi məğlubiyyətlər və imperiyanın zəifləməsi hakim dairələri narahat edirdi və buna görə də bir sıra tədbirlər, hərbi islahat keçirildi və ordu yenidən nizam-intizama gətirildi. Deməli, Sun Yat-sen var idi burada. Sun Yat-senin dövründə 1905-ci ildə Birləşmiş İttifaq Təşkilatı yaradılmışdı və Çin tarixində ikinci əsas məqam 1911-1913-cü ildə Çin inqilabı idi. Rəhbəri Sun Yat-sen idi. Bu Birləşmiş İttifaqı 1905-də yaradan. Yadınızda qalsın. 1905-də Schlieffen planı hazırlanmışdı. Bir də Schlieffen planı hazırlayan Alman Schlieffen idi. Burada isə Sun Yat-sen Birləşmiş İttifaqı yaratmışdı 1905-də eyni hadisədə. Rəhbəri 1911-13-cü il Çin inqilabının rəhbəri Sun Yat-sen idi. İdeya və məqsəd millətçilik, demokratizm və xalq rifahı idi. Bu yolda əsasən maneə olan Manzur sülaləsini devirmək idi. Nəticədə nə oldu? Manzur sülaləsi monarxiya devrildi. Çində müvəqqəti konstitusiya qəbul olundu. Çin Respublika elan olundu. Prezident idarə üsulu yaradıldı. Sun Yat-sen Çinin ilk prezidenti seçildi. Yadınızda qalsın. Çin Respublikası 1911-də yaranıb, 13-də yaranıb. Çin CXR isə Çin Xalq Respublikası 1949-da yaranıb. Deməli, tarixdə Sarsaqlar üsyanının Çin inqilabının oxşar cəhəti odur ki, hakimiyyətdə olan sülalələrin devrilməsi ilə nəticələndi. Sarsaqlarda Xan sülaləsi devrildi. Çin inqilabında 1911-13-də hansı sülalə devrildi? Manzurlar. Manzur Çin sülaləsi. İkinci məsələ, Taypinlər üsyanı, yəni 1850-1864 Taypinlər üsyanı ilə Çin inqilabı, yəni 1911-13-də Manzurlara qarşı yönəlmələri, Nankin, Pekin, Çinin Yaponiya ilə bağladığı müqavilələr, Çinin qalib dövlətlərə təzminat ödəməsi və onlara bir sıra ticarət imtiyazları verməsi, 19-cu əsrin 70-ci illərində Osmanlı və 19-cu əsrin 90-cı illərində Çində nə baş vermişdi? Məğlub olmaları və keçmiş vassalların müstəqilliyini tanımaları idi. 1801-ci il Qacarlar və 1842-ci il Çində İngilis tacirlərinə güzəştli ticarət hüququ verən müqavilə imzalandı. İngilislərin yarım müstəmləkəsinə çevrildilər. 1801-də Qacarlardı, 1842-də Çin İngilislərin yarım müstəmləkəsinə çevrildi. Növbəti 1640-cı ildə İngiltərə və 1911-ci ildə Çin inqilabında monarxiya devrildi, ölkənin respublika elan edilməsi. İngiltərə 40-cı illərdə, 49-da elan olunur. Fransa, Çin isə 1911-ci ildə, yəni Çində ilk prezidenti Sun Yat-sen olmuşdu Çin inqilabından sonra. Bu Çin inqilabına baxın ha, yəni respublika yarandı, prezident idarə üsulu yarandı, monarxiya devrildi, Manzur sülaləsi devrildi. Əsas tarixdə düşən məsələ Babillər hərəkatı Cənubi Azərbaycandadır 1848-1852-ci ildə. Babillər hərəkatı və Taypinlər hərəkatı oxşar cəhətləri nə olacaq? Qadınlarla kişilərə bərabər hüququ vermələri. Bir də deyirəm, Babillərlə Taypinlərdə qadınlarla kişilərə bərabər hüquq vermişdilər. Deməli, 1840-42-ci ildə 1-ci Tiryaki müharibəsidir.
44-də Çinin ABŞ Fransa ilə qeyri-bərabər hüquqli müqavilə imzalandı. 50-ci ildə 1850-64 Tayfunlə Rusiyanın oldu. 1858-də Çinlə Rusiya arasında Ayqun müqaviləsi oldu. Amurun sol sahili Rusiyaya keçdi, yəni 3 ərazisinə. 1895-də Çin Yaponiyaya məğlub olaraq Koreyanın müstəqilliyini tanıdı. Baxın ha, Çin 4-dədir, Yaponiya 6-dadır, adada yerləşir. Biz şərq-qərb tərəfdə İngiltərəni dedim, hər tərəf su ilə əhatə olunub adadadır. Burada Yaponiyadır. Yaponiya, bax 4, 1, 6. 4 ilə 6, 4 Çindir, 6 Yaponiyadır. Müharibə elədi 1894-1895-də. Bir uğrunda, bir Koreyadır. Və Koreya keçdi kimə? Yaponiyaya. Koreyanın müstəqilliyini tanıyırdı. 1911-ci ildə Sun Yat-senin rəhbərliyi ilə Çin inqilabı başlandı, 13-də başa çatdı.